Toyuq ətim var. Qazan yox. Niyə göndərsin izləyici? Niyə qazan alım? Evdə qazan çoxdur. İzləyici sevən izləyicim var. Bu da Tiyar Princesa. O dedi göndərəcəm. O görə zəh gözləm. Görə internet zəhəti gəlsin, görüb şey eləsin. Evin yəsi yığır. Bəli. Hə, danışmıyorum, canlıdayım hal-hazırda. Danışmışam, dedi, qoy, mən sizə nömrəmi, dedi, nömrəni götürdük. Qeyd eləyəşəm indi, dedi. Benim servis göndərdi, o bir otaqlarda Wi-Fi-da var, modemlər var. Onlar da düzəlməlidir. Otaqdan otağa keçirəm, dedim, tutmur. Hə, yaxşı. Yaxşı. Evin yiyəsidir, Allah, elə mehriban insandır, elə mehriban insandır, evin yiyəsidir. Səbdim. Allah elə donmuyor. 1, 2, 3, 4. Bu da yarım. Allah, camaat akşam yemeğini yiyip yatır. Ben öyle səhər yemeğini yiyirəm. Allah qələt eləyirəm. Yine bir perdede bundan tez dururdum. Sabahınız xeyir olsun. Aşıqlar indi durmuşam yuxudan. Allah sabahınız xeyir. Çıxacağım gece gəzintisində. Mən günü çıxmalıyım ki, bir skamikaların zatının üstündə oturup bir kızla tanış olmalıyım. Gece vaxtı bulvarda kız nə yazır? Öpüşənlər zatlar olur o skamikaların üstündə. Onlar istəmirəm. Tiyar, niyə göndərmişsən? Göndər də sən WhatsApp nömrəmi yazmışam. Bu. Yazda gönder bir mən bir toyuğumdan pişirim yiyeyim. Yoksa özümü vereceğim restorana. Yığım görüm hara açıqda gedim yemek yiyeyim. Bir de balaca o kuruşka kim olur? Yumurta salıyıp kaynamağa. Ondan da şeyler de böyle 4-5 tane yumurta koyun kaynattım siz her şey yemeğe. Senin evinde başka şeyler. Kuruşta balacadır, bir dənə qurtum alırım, kurtarır. Hə, çox. Kuruşkada göndərdim, de bundan da, buna yekə. Bunu ağzıma bir dənə, bu eləyəcəm, kurtarır. Orxan, nətərsən? İndi durmuşam. 2 gündür yataqlardan qalxmıram. Ki bir məşqə gedim. Başa düşürsünüz? Bir məşqə gedim bir. Güdə var qardaş, yataqlardan dura bilmirəm, dişlərimi qayıtdıracam. Sonra da dura bilmirəm. Başıma, saçıma görarı sanır. Dəllək tapmışam. Vallahi dura bilmirəm, bu vaxtda dururam. İndi yığacam dəlləyi. Burada benzin yeri hardadır, vurmaq istəyirəm benzin. Yaman benzin masaldır. Qutaran eləyir, qalaram yollarda. Hardasan? Sentrli yerdə, sentrli, elə gözəl, qonşular gözəl, Aysel xanım çox sağ olun. Qonşular gözəl, ətrafım gözəl, bina sakitçilik,
Dükkana getdim, gözəl qarşılandım. Həyatı qolmuyorum falan. Boş. Yaxşı səhifənin adı nədir? Allah'ım görüm evin yenisi de istəyir. Boş. Numan sayfası var. Mən sayfam. Oradan sənə istəyə atıram. Canlığa qoşulmaq üçün. Qəbul elə, sənə izah eləyim o benzin zadı hardadır. Yaxşı səhifənin adı. Ha, ne izah versin bilmədim. Qoş eləyim. Appamı yiyeyim, qoş evdə. Hələ ki canlı dolmayıb ha. Hələ ki dolmayıb. Umum. İkincini də yiyəcəm. Aşıqlar, mən məftun dedi gələcəkdim o günü. Da şey oldu. Mən çöldə oldum, dünən ad gününə getmişdi Yeldənizlə. Gec oldu deyil, da şey ona görə, deyildi gələcəm. Portudosun 3 gündü. 2 gündü. 3'e az, 3 gün. Bir de yiyeceğimi incimeyin. Çünkü istəyəcəm balacadır. Bu məni doyduran deyil. Melisam nə tərsən? Leyla xanım, çox sağ ol Leyla xanım. Leyla xanım bildin də mi oldu? Gittim o Targodaviç'də evi tuttum. Leyla xanım elə effektiymiş, görkəmiymiş. Leyla xanım girdim evin içine, ev, toz, torpaq. Gittim o kuxnası tıqqılı, bir tıqqılı kuxna, kunduzlu yemək kimi belə olmuş. Tıqqılı, 2 dənə orada mebel altı koyup, onun altı elə bir yanmır. Gətirib arı qaz bir şey, pretəs koy, çaydan zadı şey eləməyə, çaydan lüləyə süzmür, şeyindən su süzmürdü. Çaydanı qoyduq qaynamağa, süzmədi. Dubarədə qazanı qoyub yemək pişmək olmur, üstündə durmurdu. Gittim unitaza, tualetə, unitaza otursan, unitaz altından qaçır. Allah, Allah'a qonaydı az. Bildim dedim, hiç şəraitsiz. Yataq otaqda koridora baxırdı. Elə bir köhnə evlər, dax, biləkəndən çıxırsam, hamı gəldi evinə. Pəncərəndə açıq, istiydi ev, kombini vurdu. Pəncərəni açdım. Pəncərəni açdım. Bir dənə bir tüldü. Altından günlük də vurmayıb. Və mən soyundum, isti deyil. Tutmuşda gördüm oradan 2-3 dənə kişiləri keçir, mağa baxır. Yataq otağına açır. Mağa baxır, yazdır, mağa baxır. Mən də tutmuşdu uzanmışam. Dedim, qaka, mən burada qalan varam. Neysə, o, bu, evin pulunu qaytarmaq istəmir. Yıldarvada 200 manatımı kəsdi. Bəli. Alo, salam. Salam. Necəsiz? Sağ ol. Niyə mən adı Targovudur? Adı Targovudur. Neyin az Targovunu? Bir hamısı köhnə evlər, divan köhnə qaldı. Otursan, batırsan. Oturdum, dalımı koydum, girdim şey içine. Buyur xanım. Ne bileyim ben de içmem dedim çıkmak istedim. Yox, sənəm dönəm, izləyicilər verəm, izləyicilər. Nə olsun, heç yolun keçən o şeyə baxır pəncərə. Nə etdim də daha istəmirəm mən. Naxadı çıxmıyordum, qalanmaram. Amma girən kimi bəri başdan pulu verdim. Problem nedir, dedim, yiyəsinə, mən vaxtımızı almışsan. Dedim, üstümüzə 100 manat çıxdı, heç bir gecə də qalmadım, Bir 5 saat o evdə oturdum. Heç olmasa dedim, 100 manat çıxdı, dedim də yansıdı, insaf yaxşı şeydir. Adımı çəkmə bezdim. Bu kimdir? Az market bir level yazır ki, qocadır deyəsən. Saat cavan lazımdır.
Qocadı. Sən qocalmayacaqsan. Buna bax, az bir dəstəkçi mənə yazır ki, deyəsən onun səsindən qocadı. Ne var, qocada var da, ha? Qəbində sizi mən doymadım. Çünki bax şey... Allah hiç anlamda olmayaz. Rütüya kazanı göndersin. Hanımı da koşar. Bilmem değil. Bakıdayım, 3 günü Bakıdayım, ancaq yataqlardayım. Qız qalxıb bir dənə dünən ad gününə getdiyimdir. İşinə bir yazı çıxır çalanı gəzməmişəm. Yatıram günüzü, gecədə hara çıxım mən ta yazıq. 1 2 3 4 da yarım you. Saçımın dizengeli kestireceğim. Allah dünən hamı yazır ki, yalandan deyirlər, evi al. Başın haqqı. Belə bir evim olsun, vallahi gecə gündüz yatmaram, qışqırdım pəncərəni açıb deyirəm, qəşəyirdi, çox. Evin əsdəki süper xanımdır, mehriban. Danışıq hər gün. Səhər gələcək. Dünən çimirdim, suyun altını istinirdim, qəfildən su yox gəlirdi. 1 saniyə çəkirdi, 5 saniyə sayırdı, sonra yenə qızırdı. Məni yandırırdı, bədənimi yandırırdı. Sonra yenə soyurdu su. Belə bir təhər çimdim dünən. Qalxın, onu oxum. Valla bilet incəlməyə gəlmişəm. İnsan nə qədər tuyuğun düzəni yerinə girer? Nə qədər tuyuğun düzəni yerinə girer? Biz gezməyə istirahat eləməyə gəlmişəm. Beynim də sakitləşir. Gələnən ancaq yatıram. Qəlibəcə də yeni gittim, uzandım, yattım. Bəs kulturizm yiyəm. Gedəcəm də kulturizm yiyəm. Dura bilirəm ki, biri. İndi mən müəllimə zəngim ki, ay müəllim, desə, ha, indi yığacam nömrəsini verir. İdmancı bir oğlandı. Deyim, ay müəllim, ha, vaxt gəlim. Hələ mən həkimə getməliyəm, kişi həkiminə gedəcəm. Bəs tuyuqlara kim baxacaq? Sahne şeylər baxır da, qonşularım. Yox, getməmişəm. Gələndən yatıram ancaq. Kartı nətərsən? Hələ heç ara getməmişəm. Azar ürəyinin içinə. Nağarıram ki, pendir dana yediyim, amma mənim üstə 5'ini yemişsiniz. Gələndən heç yataqlardan qalxmamışam. Salam. Nuş olsun. Şirinsən. Aslında mənim şirinliyimi həyatda gör.
Zeherin olsun, neyin olsun, dediğinde böylünde olsun. Ne aramaz? Şey. 41 level'ın var Sen bu dəqiqə deməlisən ki, xoş gəlmişsən Bakımıza. Bir dənə orada şir nəlir etməlisən ki, bir baboş illərdir şir görmür. Ondan sonra deyəm, hə, sən həqiqətən dəstəkçilər var imiş. Qəpik quruşu nənəm də atar. Həm atırdın, ha? Bir dənə Bakıya gəlişimə Leyla xanım 400 manat attı kartıma. 200 manat şoförlü xanım attı. Dilən, askeri! Dilən! Niye attı? Dedi ki uzak yemenlere dedim ki 20 yanvardan büləcərdən zaten tuttum. Dedi geç center'ını yerde kal. Sen center'ını yerlere layıksan. Leyla xanım dedi imam hakkı. Dedi geç center'ını yerlerde kal. Bu da center. Bayıl. Bayram. Buradan çıxıramıram bayraq meydanını görürəm. Ağşəhərə 10 dəqiqəlik yol. Oturan maşınıma qazı basarım olam Ağşəhərin yanında. Dünən Dəniz Vağzalının yanındaydım. Doktor xanım yazdı. Son evine gedəməmişim. Tam çalış. Mən o cavab verə bilməyəcəm. Bugün nə yaz? Sabah da zat da gedə bilərəm. Hə, yaxşı oynayacağım. Qoy evin yarısını qoşum. Mən başa salsın. Deyim ki, mən səni çox istəyirəm. Hə. Hə. Yaxşı ki, varsan, ha, Qaboy. Çox sağ ol, çox sağ ol. Sağ ol. Amma da sənə baxıram. Damda indi adlı eləyənə baxacaq. Deyərsən ki, əfsanəyə çoxu salam deyirəm. Hə, onda onu deyəndə ağlın artacaq, deyim də. Əfsanə, Ay, Qaboy. Şəxsinə göndərəm. Dedim də, ay əfsanə, sağ salam. Sağ ol, Baboy, sağ ol. Sağ ol. Qazanı göndərir də, nə deyə biləcəksə. Ay Şəbnəm, şeydən ne küsmüsən Ceyhundan? Səndən azın qozunu öldürüb etan bizi. Bağışlat Ceyhunu. Bir də Ceyhunumuz var. Bağışlamasan, ona danışmasa sən blok atacağım. Atacağım, bir də baxmamaq şərtim. Baboş, Bəli, nətərsiz? necəsən? İnternetin donmur, baxıram sənə. Hələ ki donmuyub, amma brotukları girəndə qırır. Yox, birdən donur. O biri bilirsən, Wi-Fi-lər, oradakı providerların kodunu gəlib Bilmirsiniz, deyil. kodunu bilmirsiniz də, elə onda siz. Mən ora bir günlük gəldim, qaldım. Sizdən əvvəl bir gün mən gəlmişdim ora. Orada kodu bilmirdim deyə çağırdım, gəldilər. Bir dənə Wi-Fi, bir dənə providerın kodunu dəyişdilər. O ikisi yadımdan çıxdı, demədim onlara dəyişsinlər, qalıblar elə. İndi sənə texniki servisdən gələndə denən dəyişsinlər o ikisini də. Dedim ki, ağacın nömrəni götür, dedim özü TikToker adamım, adımız adımdadır, bir də hər şey. Bir saata falan yığacaqlar, narahat. De bax, oradadır, vayt. Bu ne? Sən bax, bu da mənim itimdir. Bu profilimdəki it də mənim itimdir. Mənim üçün laf geçəkdir, ona bax, balaca. Mənim itim sənin itimi bir dəfə dişləsə udacaq. Məndə çox böyük itdir. Qəşəng itdir amma. O görmə qotaqlara gedim, görüm donacaq, izləyicilərimə. Donacaq, getmə. İzləyicilərimə qaldığım evi göstərim. Hə, baba, səndən sonra ora bir müştəri taparıq, verərik kiraya. Hə, uşaqlar, bax, qaldığım ev. Qəşəng ailə taparıq, təmiz, səliqəli. Yaxşı. Və buranın yanmır işığı. Onlar yanır, sağdan birinci knopkada. Bax, uşaqlar, burada mənim yataq otağım. Uyandırım. Deyək, durdum, yerimi yığdım. Ətirlərimi yığmışam, bax. Nə qəşəng, ay baba. Hə. Bəyəndiniz uşaqlar, qəşəng. Sərgin. Bura hamam tualet. Baboş, sənə verilən qiyməti heç kimə demə də, sonra elə istəyəcək hamı.
Çox ucuz Yaxşı, indi o mən. verir. Burada da ikinci hamam tualet uşaqlar. Gördünüz? Hə. Paltar yanında da bunun içində. Burada donuruya interkoyuq donmayacaq. Deyirsən, burada uşaqlar yaş balkonu da var orada. Uşaq otağı. Bir uşaq burada yatacaq, bir uşaq orada. Orada da dərslərini hazırlayacaq. Nətər var uşaqlar? Ev. Özü ki, bol evdir. Mənim çox dar evdən xoşum gəlmir. Zalı göstərmir. Oranı da atırsa geçə paltarza sərsən, yuxarıdan asılqan. Binadakı binanın qabağı super. Sakitçiliyi, tünlük yerdir. Mən tünlük yerdə seyləm gedir. Deyək ha. İddara gedirəm, oraya gəlir. Baboş zalı göstərmir. Ay, Günay xanım, ben bir ne söz deyim, ben bunu qırtdırmaq istəyirəm. Hamilə deyirəm, o şey olsun. Tükü çox deyim, ona bax. Qırtdırım deyirəm. Pony, gəl. Elə içəri şəhərdə yer var da. Oraların, onların nömrəsini taparam, əlaqə saxlayarım. Yox, mən canlıda olaq deyim, reklama eləsinlər da. Nətər bir mənim kütləm var. Uşaqlar, mənim itimi qırxıb, çimizdirib, dırnağını tutub, qırxıb verim mən də gəlinə videoya çəkərsiniz. Paylaşarsınız. Tanınmış adamam, reytingli adamam. Bu verməyəcəm, yəni bir post. Zalı da göstər, baboş, zalı göstərmir. Hə, zalı da göstərim. Işığın yandı mı? Gələnə heç bura keçməmişəm. Niyə? Hə, gələnə keçməmişəm. Bax, bura uşaqlar tərtəmiz, sərgəli. Böyük otaqlar. Görsən, interneti getdi, bax. Oradakı Wi-Fi aparatının interneti yoxdur. Gəlir səsi. Əliyə. Salam, qoca kimdir bu? Buyurun. Baboş, tanımazsan yəqin ki. Mən şeydə peşməsə bəlkə tərəfə qalırdım sarayın yanında. Bax, nə mən şəxsi nömrəmi hardan? Ay, bax, şəxsi nömrəmi hardan bilirsiniz mən? Mənim şəxsi nömrəmi yox. Buyurun. Mən yaxşı bilirəm. Qotası oradan mən sizə işi kartınızda vurdurdum. Poçt işləyəndə gəlirdiniz, mən. Sağ ol, qotası deyilmi? Azət şarımdan çıxıq qalıb. Birinci mən neydiyə bıraxım. Sizə hürmətim var, mənim. Həqqi, hürmətim var. Çox sağ olun. Bana qarşı dəftər iddiayı baboş. Deyər, poçt işləyirdin, gəldim ora ki, növbə çox olurdu. Baboş, sən bu maklerlərə bu nömrəyə verməmsən, birdən dağıdarlar, ha, nömrəvi. Mən deyirəm ki, sağ olun, hürmətli olun. Hə. Sevməsi mən birbaşa deyildik ki, həmən izdən necə qalırdım, qalım. Yox, mən səni gəlirdim, yola vermirdim, yoxsa pis qarşılamırdım ki. Yox, qarşılayırdım, sağ olun, təşəkkür edirəm sizə. Ki, yəni ki, bir yaşında bizdə oxuyan uşağımı qoymurdunuz da, qaranlıqda bizim qanadıq gələndə qaranlıqda. Az boynumun borcuydu mənim, boynumun borcuydu. Və mən orada işləyirdim və mən insanlara xidmət və mən nə işləyirdim? İnanmırlar, mənə deyirlər ki, sən hökumət işində işləməmsən. Az mən ali təhsilliyəm, hökumət işində deyil, bu da sibutu. Gəlin. Dinləmi, yaxşı bir hürmətim var. Çox sağ ol, ay başı, hörmətin çox olsun, Ceysi, xoş gəlmişsən. Mən o başa bantikə sağ ol demirəm, ha. Da sarayında. Hə, heç nə xanım, indi zəfirmisiz ki, hörmətiniz çox sağ ol, təşəkkür edirəm, Bərdədən uşaqlar. Bəs şəxsi nömrəmi hardan bilirsiniz? Artıq da oradan mən başa düşmürəm. Oradan başa düşmürəm. Mən bilmirəm ki, mən orada hamının nömrəsini bildirdim deyə. Sizdən xahiş edin də sağ olun. Dedim Şahmətbəsən gəlmiş, şəxsiz qalmasın. Dedim baş. Şükür biləcənlərin aşağı sarayınqadan işləyəndə. Baboş, gəl. Yaxşı misafir qoşmuşam, onu danışarıq. O indi ta şeydir, öpürəm, çox sağ olun, hörmətli olun. Mən Bakıdayam, gəlmişəm Bakıya 3 gündür. Gəzməyə. Teotiziyə baxdım, biraz gəzə, indi iştanga gedirəm, qaldıracam, indi bu bədən var, ha. Daş kimi olacaq. O bir tiktoker var, burasını oynadır, belə biri qalxır, biri yenilir. İndi eləyir ki, mənim kimi qalsın, yesin. Mən görəndə o vaxtlarım açıq orada işləyəndə. Mən açığı danışım ki, siz həməlli, başlı, idmancı bir insan kimi tanıydım da. Nasıl yaxşı?
Kökəlmişəm, mündüş qoydu yeməkdən. Köç değilsən, o kadar köç değilsən. Burada Az görünən ne kökəm, az sen orada bile kökəm. Camaat məni görür, dünən alt günə getmişəm. Deyirlər, oy, kupa boşdur. Deyirəm, az görmüşsən. Deyirlər, sən aralıymış sanki. Sen canlıda çöküyorsun. Az kira. Sen özde canlıda bile aktifsən. Laf da gözələm, Allah'ın dostu, elini kürək. Camaat gedib qaldır ki, bu şişsin. Allah vergisidir, təbii. Yaxşı, az baxılığından başlama. Baxıl, adı verir. Qulaq as, deyirəm ki, Sən ki sallan çıxdınız, amma mənim ki deyildir o. hə, canlıda çox belə dəhşət, səni qoyub pis danışanlar var. Kaş bir dəfə canlıda görələr, utanalar özlərindən. Necə abır həyalı, necə tərbiyəli, necə mədəni. Adama bir dənə artıq kəlmə deməz. Çox tərbiyəli. Bu qədər də tərbiyə eləməzdim səni. Bu qədər də köş deyilsən özü. Canlıda görünən qədər deyilsən. Nəysə, gəl səni izah eləyim. Deməli sən çıxırsan maşınla, ha, svetofor var ya bizim düz binanın yanında svetofor. Sola dönürük şəhərə gedirik axı, bu dəniz moldu, su idman sarayıdır. Sən sola dönməyəsən, sağa dönürsən, biraz qabağa gəlirsən, orada sokar var. Uşaqlar, mən çıxandan sonra yanı tələsin. Dök eşək yeri. Yerə baymışam ha mən. Mən yeri çox. Benzini bayaq sən dedin. Pul vermirsən, eləmirsən. Benzin talon bayaq soruşurdun, onun üçün dedim. Benzin, mən benzin dibindədir. Mən buradan ara gedim. Çıxdın svetofordan, qulaq asmırsan, deyirəm svetofordan çıxırsan, sağa dönürsən, sola dönmürsən, sağa dönürsən, biraz qabağa gedirsən, solda sokar var. Girirsən sokara, yaxşı, düz evin yaxınındadır. Uzağa getməyə bir ehtiyac yox. Yox, sokar yox, az petrol mən istəyirəm, sokar yox. Orada az petrol yoxdur, orada sokar. Sokarda xoşum gəlmir. Niyə? Ay bu elə deməydi, canımda elə şeydir. Deməli, söz deyirəm. Bir də sağa dümdüz gedirsən biraz qabağa, orada bir heybət məscidi var. Get o məscidi də bir gör. Yaxşı, Bakının ən gözəl məscidlərindən biridir. Get bir oranı gör. Sağa dön, biraz qabağa gedəsən, bir heybət məscidini görəsən. Bir də ora bayıl deyirsən, hamı elə bilir ki, bayıl indi o içəri bayıl var, hamı oranı nəzərdə tutur. Bu su idman sarayının yanındadır, düz şəhərin mərkəzi. 5 dəqiqə yeri, 15 dəqiqə uzağı piyada yerirsən, dəniz moldu. 5 dəqiqə maşınla dəniz moldu. O qədər yaxındır hər yerə. Sən bu dəqiqə Ağşəhərə 10 dəqiqəlik uşaqlar. Sən bu dəqiqə mükəmməl yerdə qarsan. Kim sənə nəsə desə, heç bir şey vermə ona. Şahid qıraqdır. Mən getdim telefon evindən deyib, bax bunu aldım. Telefon evi konum atdı, Nizami metrosunun çıxışına. Bunu aldım, bir dənə bagajdadır. Yekə selfie çubuğu aldım, üstə qoy evdə satış eləməyə. Ondan getdim aldım. 10 dəqiqəlik oldum Nizami metrosunun yanında, 10 dəqiqəyə. Bir də yaxındır, hər yeri yaxındır. Boş o it balaca şey eləməz, meşdal oralara nöqtə qoymaz, hər yerə pis falan eləməz, öz nöqtəsi. Yox, nə nöqtəsi? Pis eləməz oralara. Yox, benzin deyir orada, benzin çox pis eləyir, götürürəm. Qupquru deyil. Süpürsə belə verirəm, götürürəm. Haqqını demirəm, pisin eləyirəm. Deyirəm yox, düşürəm. İtlərdə bir şey var, axı təzə yerlərə öz nöqtələrini Bu qoyurlar. mən niyə lazım olsa bu kotilmeyi obisin gətirərdim də. Obis gətirdim də, ev koti var bir də ayağını qaldırdı, belə giri evi, ayağını qaldırdı, aboya və pızqırdı aboya. İndi baxda boş çıxanda gəlib baxacam evə. Yox, gəlib baxarsa mən təmizləyirəm, Allahın dostu ne işini, mən ona görə ağıldı. Obis də dəqiqə pızqırdı. Bir də ondan narahatam. Gəlin mən bu başımı qantar, bu da olursa aparım. Bir də bir şey sən tapşırım. Kombinin üstünə bax balkonda. Kombinin üstündə kombi ustasının nömrəsi yazılıb. Onun çəkilini çək mənə at, yaxşı. Canlıdan sonra onu eləyərsən. Çəkilini çəkib mənə atarsan, yığım usta çağırım ora görüm kombi niyə elədi. Tamam, sabah özümdə gələcəm bunları həll eləyəm. Gəl, sən gözləyirəm. Yaxşı, sağ ol baba, həll eləyəcəm. Sağ ol, mən piyada şey qazanımı göndərsin. Geçen akşama bəlkə bir çoğu pişirdim. Hə. İstəyirsən mən evdən götürüm sənə yapıb gətirim. Ora əslində aylıq ora bir aylıq ev deyildi ya. Biz ora qab-qacaq əslində qoymuşdum. Səndən əvvəl gələn kirəkeşlər, səndən əvvəl də əvvəl, ondan əvvəl 2 dənə qız qalırdı. O qızlar gedəndə qab-qacağı oğurlayıb aparıblar. Onu yox sonra qazanlar qoymuşdum. Bir dənə qazan qapaqsız qoyub ki, hamısını uğurlayıblar, təzə qoymuşdum. Gələndə nəsə lazım olsa mən sənə gətirərəm. Danışma boş, mən getdim. Sağ ol. Yaxşı, öpürəm. Sağ ol. Bəli, Aygün xanım. Boş bu buradan necə çıxır? Çıxart məni. Tamam. Axşamınız. Sabah gələcəm evdənizlə ikimiz. Söz, hə. Amma indi zəhləşək də zəhləşək.
Yo, kuruyorum. Neyim gözümün sozum var, şey var. İndi bu moderatorum diğer prinsesa var. O şey gönder, kazan. Var ya kazan, o şey sos kazan diyor da ben sosu kimi pişireceğim. Yo, hazır neyin? Hatta özüm pişirmezim de yerim. Çok sağ ol. Ben əziyyət vermeyeyim. Səhər sizə gələcəm. Səhər sizə. Unutduq da xanım deyil. Çok sağ ol Valentin. Sən sanma sabah gözləyirəm. Sabah sizdəyik. Sabah da məni xərcə salsan, baba. Xərcə saldım, dünyanın bazarlığını edim. Bəbirdindən oldu, o evdən çıxdım, elədim, belə elədim deyim, biraz başım çox yoruldum. Ora mərtəbə ilə çıxırdım deyim, qarnım bəlkə 2 kilo qarnımı arxatmışam. Çıx veş daşı düşür, çıx daşı düşür, çıx daşı düşür. Bu sabah gəlirsən bizə danışırıq, ikinci günə gedirik həkimə. Okey? Həqqi, sizlə gedəcəm. Adam o boşuşmadı, mənlə gedəsən. Yox, sizin yanınızda mən utanarım, mən nə deyəcəm həkimə? Bir dəqiqə, öz iş həkimdir, öz iş yoldaşlarımdır. Mən sadəcə xəstəxanada olacağam, yönləndirəcəm gedəsən həkimə, mən yanında olmayacağam. Yaxşı? Yaxşı. Rahat olma. Yaxşı? Mütləq şəkildə həkimə gedirsən, mütləq şəkildə müalicələrini alırsan. Yaxşı, qurban sənə. Yaxşı, görəm buranın həkimdə mənə soyunduracaq. Bir də bərdə də getmişdim, soyundurmuşdu mənə. Yox, elə deyil, sən rahat olma. Yaxşı? Yaxşı. Mütləq şəkildə ikinci həkimə gedirsən, onu. Yaxşı. Yaxşı? Müalicələrini, xərcini də özüm çəkəcəm, rahat olma. Tamam, çox sağ ol. Yaxşı, oldu. Sağ ol, sağ ol. Niyə bu xanım da kömək elədi da evin kirəsinə? Deyir, gəl, gedəcək şeyə, rayonlara. İndi səhər evinə götür, gedin bir evin eşiyinə də baxım. Deyir, şeydir, gedin bir evə, deyir, stol açacağım, stol açıb, hər şeyi hazırlayıb, mən də utandım da, evdən çıxdım deyil, oradan, gəldim, bura yerləşdim deyil, gedə bilmədim. Mənə yaman istəndi, ki, bir elə bası şey, dərsə gedə otur, yiyib, içəcəyik, gələcəyik. Emin də burada, Emin, xoş gəldin, Emin. Emin, indi durmuşam, biraz. Nə tərsən, hazırlaş, sabah bunlardayıq, xanım gedəyik. Deyildi, daha səhərdə mən anlatsam, daha heç nə. İndi mən dəlləyimə də zəh vurum. Deyim, satım çox uzun da, bir şey, gedim satma zatıma xına qoysun, böyüklər ağarıb. Xına deyəndə ki, xına şey yox, qaralısı şampun qoysun, bir şey, saçımı qırtırım. İndi qoy, mən şey müəllimə də zəng eləyim, kulturizmiyə. Deyəm, mən demişəm, kişi olub, Bərdiyə qayıdacam. Kişiyəm, onsuz da Allah betər sərt kişilərdən. Elə bum belə qoyanda yerindən oynasın. Qoqoqsunlar ki, zehminə, baboş gəl, sakit durun. Elə desinlər. O tez yığın. Alo. Necəsən baboş? Əkirə! Sadəcə kəlmə adım gelin. Sağ ol, qardaş, sən necəsən? Qaqa, sənlə deyiləm, dostum Eldənizlənəm. Bir dənə biləsə səhərliklə çıxacağım. Anladın məni? Naxçıvan aparan yazılmışam adını. O gün mən Naxçıvan ömür boyu getməmişəm. Fikirləsəydi, yaxşı Naxçıvan aparacaqmışam. Sən Allah yalanaz zəng eləməyə, üstündən illər keçin Naxçıvan. Buradan elə qəbəl yapar, qaldı Naxçıvan. Yalanamır, vurmayın, ha. Qoy qulağıma telefonu biləm. Niyə de, mənim izləyicilərimin gizli saxlanım yoxdur. Mən izləyicilərimin işini gizlətmirəm. Sözün var. Dünün də sözü nə var ki burada? Dünün də, ha? Başına daş başına sözü var imiş. Tamam, müəllimi. Aşıqlar, ördək qonşuma pul vermişəm, baxır da, da. Başa da salmışam, baxırlar da deyilməz. Niyə narahatsınız ki, izləyicilərim? Eyni mən nətər baxıram, eyni də baxır. Razındəsə, yox, azıcın bayılda, bayraq meydanının yanında. Dəniz mol var, hep mol. Sentrını yer. Mənim bir kəlmə izləyicim dedi ki, dəstəkçilərim dedi ki, pul atdılar hamısı. Bir kəlmə dedi ki, sentrını yerdə qal. Ya Nərimanovda qal, dedim. Ya Ağşəhərdə qal. Ağşəhərdə belə çox bahayıb deyil. Da yer durmadım. 1300 manat nə yaparım verim Ağşəhərdə. Qal ondan, 10 dəqiqəlik yoldur. Oy dilenci, nenendi.
Öyle danışırsınız ki, işıq gələn yerə siz parmağınızı tıxıyarsınız. Valla bir desə 2 kartınıza pul atıram, uçursa verirsiniz. Bir desə 2 sağa tövük hədiyyə verim, 5 bitir mənə qabaq. Deyim, əlim yığır. Ha, Leyla xanım yazdı ki, gəlsə olaraq şeydə tutalım. Bu Allah sağ qurban olum. Partlayın, çap. Konuşulur. Partlayın, çap deyin. Sizden Salam. Aleyküm salam Babək bəy, necəsiz? Çox sağ olsun, necəsiz qaqa? Çox sağ olun, üzülü sən zəngimizi gec gör. Mən ha vaxt başlayayım idmana. Mən gələndən 2 gündür ki, ancaq yataqlarda qalmışam. Özüm də hal-hazırda canlıdayım. Sağ olun. Və ən qısa müddətdə, bugün axşam inşallah 2 saatdan sonra sizin əlaqə saxlayacaq. Yox, qardaş, mən oraya gələndə məndən pul alasınız. Bəli, Mən oraya gələndən sonra məndən pul alasınız. sizdən pul alaq biz, ya necə eləyək? Almaya verirsə. Yox, mənim nəyəm alsınız ki, qardaş, mən orada gələcəm, canlı açacağım. Bu dəqiqə canlında 7000 nə qədər adam var. Maşallah. Mənim oraya gəlməyəm özü bir reytingdir. Yəni, rəddətdəki alacaq sağ versin. Hə, indi mənim söz verirsiniz, mənim... Amma gəldiksə, sonumuzu bu diyetaya nəzarət eləyəcəksiniz, ya necə? Diyeti valla bir dəfə yemək yerim, durana şirin çay, səhər yemək yemişim, şirin çay. Mənim belə qəşəyi, belə üstümdə durasız qaldıram, yendirəm, belə qəşəkdə, nətər deyirəm, belə bədən bir muskulum çıxsın. Başa düşsən, izləyicilər mənə o təhqir yazanlar var, utansın yerə girsin, ölsün yerə girsin. Çıxar inşallah, bəndən açılıb, Allah təxirisi çıxar inşallah. Yetər ki, diyetaya nəzarət edirsə, o az qalmaq diyeta demək deyil. Diyetə tok qalmaqdır, düzgün bəslənməkdir. Diyeta nədir qardaş, yemək yeməyim yəni. Yemək yeməsiniz, amma düzgün bəslənməlisiniz, az qalmamalısınız. Bəslənmək nədirsə bəslənirəm da, necə yetişin çayını yağlı pendirməyib durmuşam ayağa. Nəyi, diyeta nədir, denilən mən başa sağ. İnşallah hamısını sizə başa salacam. Nədir da, yemək yeməyim qardaş, nədir, diyeta nədir aşağılar? Ac qalmayacaqsınız inşallah, narahat olmayın qətiyyən. Yəni mən tövq, çolpa, ördək satı yeyə bilməyəcəm diyetama olanda. Biləcəksiniz niyə? Dolu mənə, bura mənə arıqlamaq olsun. Ha, bax başlayaq Allah qoysa. Ən qısa müddət. Mənim vaxtım gedir, qardaş, mən bir aylıq götürmüşəm evi. Hə, qız gedir. Hə, Ben size bir saattan sonra deyim nə vaxtdan, yaxşı olar? yaxşı. Təşəkkür. Əgər alınmasa mənim canımdan deyim, onda başqa müəllimlər. Bu dəqiqə hansı müəllimə desin ki, fitness müəllim axtarım, millət yığışacaq da cücəcək ki, sən Allah babuş mənim yanıma gəl, sən Allah mənim yanıma gəl. İnşallah. Yaxşı, gözləyirəm, yaxşı. Deyək, bir saatda deyək.